Sevmesem ölərəm, küsərəm həyatdan, gözümdən düşərəm, bezərəm canımdan. Sevmesem ölərəm, küsərəm həyatdan, gözümdən düşərəm, bezərəm canımdan. Sevmesem ölərəm, küsərəm həyatdan, gözümdən düşərəm, bezərəm canımdan. Ben de bir insanım, sinemde yürek var. İndi bir dünyaya sevdiğim melek var, var, var. Açılır üzüme tay kapılar, görünür gözüme mehriban insanlar. Ben de bir insanım, sinemde yürek var. İndi bir dünyaya sevdiğim melek var. Açılır üzüme inan ki kapılar, görünür gözüme mehriban insanlar. Ne nasıl var ömrüm, sevilip sevende, hayatın kalbidir sevilen sevende. Ne nasıl var ömrüm, sevilip sevende, hayatın kalbidir sevilen sevende. Sevmesem ölərəm, küsərəm həyatdan, gözümdən düşərəm, bezərəm canımdan. Ben de bir insanım, sinemde yürek var. İndi bir dünyaya sevdiğim melek var, var, var. Açılır üzüme tay kapılar, görünür gözüme mehriban insanlar. Ben de bir insanım, sinemde yürek var. İndi bir dünyaya sevdiğim melek var. Açılır üzüme inan ki kapılar, görünür gözüme mehriban insanlar. Ben de bir insanım, sinemde yürek var. İndi bir dünyaya sevdiğim melek var, var, var. Açılır üzüme tay kapılar, görünür gözüme mehriban insanlar. Ben de bir insanım, sinemde yürek var. İndi bir dünyaya sevdiğim melek var. Açılır yüzüme tay kapılar, görünür gözüme mehriban insanlar. Sevmesem ölərəm. Təşəkkür edirəm. Axşamınız xeyir olsun, hörmətli tamaşaçılar. Əsl Show ilə bugün də canlı yayımla sizlərin qarşınızdayıq. İki gözəl, iki möhtəşəm insanla bugün bir yerdəyik. Qonaqlarımızı sizlərə təqdim edeyim, onların təqdimata ehtiyacı yoxdur. Düzdür, elə ilk ifa sahibindən başlayım. Təşəkkür edirəm ki, dəvətimizi qəbul edib gəldiniz, minnətdaram. Sevilən sənətçi, mən belə deyim, o insanın fanatıyam. Yəni, və mən çox sevinirəm ki, sizinlə bugün eyni səhnədə, eyni məkanda, eyni verilişdəyik. Əziz tamaşaçılar, Murad Sadıq. Təşəkkür edirəm gözəl ifanız üçün. Teşekkür ederim Elvin Bey. Bütün ekran karşısında seyreden bizi tamaşaçıları ürəkdən salamlayıram və hamımıza can sağlığı arzulayıram. Teşekkür ederim dəvətiniz üçün, minnətdaram. Çox sağ olun. Minnətdaram və mən onun xətrini çox istəyirəm, özü də bilir. Və o hər dəfə bizim efirə gələndə mən belə bir ruhla veriliş aparmağa çalışıram. Çünki o uzun illərin sənətçisidir və yenə deyirəm, mən bu sualı yenə ünvanlayacağım. Siz o vizit kartının üstünə görə çıxa biləcəksiniz, yoxsa yox. Əziz tamaşaçılar, Asif müəllim İsoğlu da bugün bizimlə birlikdədir. Anonslardan görmüşdünüz. Xoş gəlmişsiniz Asif müəllim. Çox sağ olun, axşamınız xeyir. Mən də hər kəs salamlayıram bizi ekran qarşısında izləyən tamaşaçılarımızı, Murad qardaşımızı salamlayıram. Allah canını sağ eləsin.
Mən də Muradın həmişə ifalarına sevə-sevə qulaq asmışam. Allah ona uzun ömür, can sağlığı versin. Çox sağ olasın. Uğurlar arzulayıram. Və sənə də təşəkkür edirəm ki, bugün bizi yenidən bura dəvət eləmsən İlbim bəy. Çox sağ ol, minnətdaram. Doğrudan da bugün gözəl mövzularımız olacaq. İnşallah. İnşallah Allahın köməkliyi ilə. Biz ötən buradan salamlayırıq Rəvan və Nahid dostları. Onların verilişdən sonra idi, yoxsa əvvəl idi Asif müəllim? Deyəsən əvvəl idi. Hə. Biz görüşdük, söhbət etdik və bugün söhbətimizi nə söhbət etmişik, o mövzu haqqında bugün Yeri gəlmiş elə açıqlaması olacaq. Number One Production-ı Rəvan bəy, Nahid bəy də salamlayıram. Elə onların verilişində də bu mövzu olmuşdu buna bənzər. Olmuş. İnşallah ardından elə burada davam elətdirəcək. Mən onu izləməmişdim. Salamlayıram hər kəs məndə onları. Bəli, inşallah. Murad bəy, necəsiz? Yaxşıyam. İnşallah ki siz də yaxşısınız, yaxşı olasınız. Mən də yavaş-yavaş yeni mahnılarla, yeni proyektlərlə sizin bugün verilişinizə qonaq gəldim, qonağınız oldum. Xoş gəldiniz. Əslində bu Sevməsəm Ölərəm mahnısı illər öncə ifa elədiyim mahnıdır. İllər öncə deyəncə elə mənim ilk mahnımdır, vizit kartımdır. 19 ilə artıq yaxınlaşır. Bu 19 ilə baxmayaraq, hələ bu mahnının klipi də, bu mahnının özü də gündəmdədir, öz aktivliyini qoruyub saxlayır və nə xoş mənə, hələ Elvin bəy mənə dönən telefon açanda dedi ki, Murad bəy, siz Sevməsəm Ölərəm mahnını ifa eləyəcəksiniz. Dedim ki, təbii ki, ifa eləyəcəm əgər istəyirsinizsə və məni tamaşaçılar, izləyicilər ümumiyyətlə görəndə, hətta yolda da belə həmişə o mahnını sevirlər və xoşdur mənə ki, bu 19 il ərzində mahnı aktuallığını qoruyub saxlayır. Yeri gəlmişkən Asif müəllim də burada gördüm, sevindim çünki bir gözəl mahnısı var. Olmaz belə qamət, olmaz belə zülmət. Yəni o elə Asif müəllim burada görəndə dedim, Asif müəllim olar o mahnını siz ifa eləyəsiniz. Elə çox sağ olun ki bugün bu mahnını işləyəcəm. Çox sağ ol, məmnuniyyət. Çox xoşum gəlir o mahnıdan. Sağ ol, var ol. Gözəl mahnıdır. Çox sağ ol. Mən sizə bir sual vermək istəyirəm. Bu oxuduğunuz ifa necə olur ki, mənim atam da oradan kövrəldi. Bu, belə deyim, musiqidən asılıdır. Mənim öz düşüncəm musiqidən asılı deyil, Murad Sadığın səsindən asılıdır o. Mən elə düşünürəm. Yəni, oxumaq tərzinə, mahnıya ruh vermək. Siz necə düşünürsünüz bu barədə? Mən elə sizlə həmfikirəm, mahnıdan çox əsas Muradın o mahnıya yanaşması və səsinin tembri o əhvalı yaradır. Mahnı olar ki, başqa zam oxusa bəlkə də o təsir olmaz. Çünki o mahnıya müğənni həyat verir. Muradın oxu tərzi, əsas səsin tembri, o təsiri o yaradır, mənə elə gəlir ki. Bu, Arif Səlimov bəstəsidir də bu musiqi. Bəli, bu Arif Səlimov bəstəsidir. Musiqisi Arif Səlimov, sözləri Vüsal Nuru. Deməli, ilk dəfə mən o mahnını, adətən mən onu demirəm də bu verilişdə deyəcəm. Mən bu mahnını özüm eşidəndə, öz ifamda ilk dəfə, hələ heç kim eşitməmişdi, mən eşitdim. Studiyada hazır versiyada, mən artıq təqdim eləyəndə. Çünki ifa elədim, mənə bir 20 dəqiqə, yarım saata ifa elədim, çıxdım studiyadan. Amma sonra mənə hazır versiyasını təqdim eləyəndən sonra mən öz ifamdan deməzdim. Mən nədənsə mən özüm də özümə bir kənardan dinlədim özümü və fikirləşdim ki, hə, bu mahnı tamaşaçıların rəhmətin qazanacaqdır. Seviləcək bu mahnı. Mən onu hiss elədim və hələ də oldu. O mahnını bir çox radio kanallarında səslənəndə olurdu belə, çünki non-stop vaxtlar olanda, məsələn, təqdimat eləməmişdən qabaq radiolarda o mahnı gedəndə və hamı bir-birə zəng edirdi ki, görəsən mahnını ifa eləyən kimdir? Əvvəlcə mahnı radio kanallarda tanındı və sonra televiziyada, Allah qəni rəhmət eləsin, o vaxt Dostum şou proqramı var idi. Rəhim Rəhiminin təqdimatında o veriliş gedəndə, Allah rəhmət eləsin. Və mən
ondan sonra artıq bildilər ki, sevməsəm ölərəmə ifa edilməz Murad Sadıqdır. Və bu mahnı doğrudan da qısa müddətdə məni tanıtdırdı, vizit kartım oldu. Belə deyim. Bu mahnı sizi tanıtmaqdan əlavə, necə deyim, bəlkə də siz mahnını da tanıtmış ola bilərsiniz. O da ola bilər. Mənim bu şəxsi düşüncəmdir. Murad Sadıqın səsi. Ola bilər, mən Ruhu. özümü tərifləməyi xoşlamıram. Əgər bunu tamaşaçı deyirsə, siz deyirsinizsə və musiqiçilərimiz, müğənnilərimiz deyirsə, deməli hələdir. Yəni, çünki mən özüm haqqında çox özümü tərifləməyə xoşlamıram. İstəyən olub mu mən də oxuyum bu mahnını? Mən eşitmişəm, ifa eləyən istəyənlər olubdur. Mən heç vaxt ki, mənim mahnılarımı ifa eləmək istəyib, mən heç vaxt etiraz bildirməmişəm. Yəni, ifa eləsinlər, problem yoxdur, amma ifa elədim, ifa eləmək istəyən insanlar, sənətçilər, gənclər mənə desinlər, xəbər versinlər ki, mən də dinləyim, çünki mənim özümə də maraqlı olacaq. Bir də ki, təqdimatda bildirsinlər ki, bu kimin repertuarındadır. Bəli, yəni ilk ifası kimdir. bəstəkarın desinlər. Onun bəstəkarın, repertuarını müəllifin adı bildirsinlər. mütləq bildirilməlidir. Bəli, O mənim də yaralı yerimdir. Bir neçə mahnım var, ifa eləyirlər, demirlər. Hətta neçəsinə də özüm xeyir dua vermişəm, amma elə bir ki, öz mahnıları kimi təqdim edirlər. O gözəl afəti artıq 2-3 nəfərə xeyir dua vermişəm, ancaq görürəm heç adını çəkmək istəmirlər. Yəni mən əslində kimin mahnısını oxuyanda lap dünyasını dəyişmiş bəstəkarlar, şairlər var. Mütləq adlarını çəkirəm. Yəni o Bu bir növ onların mülküdür. əlbəttə ki, Onu qeyd etmək mütləqdir. haqsızlıqdır əslində onu deməmək. Yəni Murad özü də görsəm elan elədi ki, Arif Səlimovun mahnısıdır. Sözlərini də dedi. Söz müəllifini də. Amma indiki gənclər vallahi hamısını deyə bilmirəm, əksəriyyəti gənclik böyüklüyü elə mənim yaşıdlarım var ki, onlar da ona rəayət eləmirlər. Yaxşı şey deyil o. İndi mən bir neçəsi var, mənim bir neçə mahnım var, ümumiyyətcə öz adlarına çıxanlar da var. O da lap pis şeydir əslində. Hər halda izləyicilər, dinləyicilər bilirlər, tamaşaçılar. Yaxşı şey deyil. Mən sizi sosial şəbəkələrdən də izləyirəm. Maşallah dayanmırsınız. Yo, artıq Maşallah. Tədbir, toy şənliklər, konsert, hər yerdə varsınız maşallah. Vallahi əvvəl biraz Murad bəy dedi ki, niyə ara verdiniz belə? O biraz mənim səhvim oldu. Bəlkə də məndə biraz xarakter bilirsiniz də tez ruhdan düşürəm. Haqsızlığı görəndə o pis şeydir, xasiyyətdir. Amma indi görürəm o dövrdə zamanı elədir ki, tələbələrimdə də deyirəm utancaq olmayın. İrəli mübarizə aparmaq lazımdır. Utanmaq niyə lazımdır? Əgər insanın istedadı, sizin tələbələrinizdən gedir. Xarakter var da. Mən üzümü tutub gənclərə üzümü tutub deyirəm ki, səsiniz, istedadınız varsa, baxın bir də vurğuluram, istedadınız, səsiniz varsa, niyə də bu istedadı göstərməyirsiniz tamaşaçılara? Çünki onlar irəli durmayanda istedadlı olmayanlar gəlirlər meydanı tuturlar, zəbt edirlər. Ona görə təəssüf ki, hələdir, təəssüf ki. Amma bu gün burada istedadlılar var. Siz deyirəm özümü deyirəm. Sağ olun, var olun. Siz Çox sağ olun. maşallah siz lap istedadını elə başda siz durursunuz. Var olasınız. Asif müəllim, bəlkə sizdən bir ifa alaq. Böyük məmnuniyyətlə. Küçücüksün açmamış tomurcuksun. Küçücüksün açmamış tomurcuksun. Sevda seninle yine daha sen bir çocuksun. 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 Tomurcuk
Yaşıtım değilsin sen sevimli tatlı çocuk. Tomurcuk, tomurcuk gözleri boncuk boncuk. Yaşıtım değilsin sen sevimli tatlı çocuk. Gözlerime dolmuşsun, aşka nasip olmuşsun. Gözlerime dolmuşsun, aşka nasip olmuşsun. Ya ben erken dolmuşum ya da sen geç kalmışsın. Ya ben erken dolmuşum ya da sen geç kalmışsın. Ya ben erken doğmuşum ya da sen geç kalmışsın. Ya ben erken dolmuşum ya da sen geç kalmışsın. Tomurcuk, tomurcuk gözleri boncuk boncuk. Yaşıtım değilsin sen sevimli tatlı çocuk. Tomurcuk, tomurcuk gözleri boncuk boncuk. Yaşıtım değilsin sen sevimli tatlı çocuk. Tomurcuk, tomurcuk gözleri boncuk boncuk. Yaşıtım değilsin sen sevimli tatlı çocuk. Tomurcuk, tomurcuk gözleri boncuk boncuk. Yaşıtım değilsin sen sevimli tatlı çocuk. Tomurcuk, tomurcuk gözleri boncuk boncuk. Yaşıtım değilsin sen sevimli tatlı çocuk. Tomurcuk, tomurcuk gözleri boncuk boncuk. Yaşıtım değilsin sen sevimli tatlı çocuk. Tomurcuk, tomurcuk gözleri boncuk boncuk. Yaşıtım değilsin sen sevimli tatlı çocuk. Tomurcuk, tomurcuk gözleri boncuk boncuk. Yaşıtım değilsin sen sevimli tatlı çocuk. Yaşıtım değilsin sen sevimli tatlı çocuk. Təşəkkürlər, var olasınız. Asis müəllim, səs niyə qocalmır? Səs niyə qocalmır? Yo, səs ümumiyyətcə qocalmır. Yaxşı qorusan onu. Bir də deyəsən gözlər qocalmır. Gözdür, səsdir, bir də saç qocalmır. Saç qocalır, ağarır. Qocalır, ağarır, o heç də. Tökülür, gedir. Amma hə, amma səs belədir ki, qorusan əgər düzgün istifadə eləsən, dəyişmir. O kim ki deyir, qocaldı. Əksinə məndə cavan vaxtından çox indi özün güvən var, bəlkə təcrübədən irəli gəlir. Çox düzgün istifadə eləyə bilmir gənc olanda adam biraz ola bilsin. Deyirik gəncik də, heç nə olmaz. Hə, çünki çox səsə cavan vaxtı enerji çox olur. İnsan elə ancaq enerjisinin hesabına, amma o ustalıqlar ki var, ustadlardan dərsləri alırıq, müəllimlərdən. Onlar bizə o sirləri öyrədirlər ki, necə istifadə eləmək lazımdır. Ona görə. Çox qəribədir. Sualım Murad sizədir. Yəni, belə deyim də, gənc nəsildə bir çox müğənnilər var ki, bu dəqiqə hara baxsan onlarla. Bir çoxu, mən hamısına şamil eləmirəm. Amma sizin nə sosial şəbəkələrlə, elə də, belə deyim də, güclü münasibətiniz yoxdur. Sırf sadəcə Murad Sadıq deyəndə ağla nə gəlir? İfaları, gözəl mahnılar, gözəl səslər. Niyə başqa bir şey gəlmir ağla? Yox, var. Mən bugün TikTok'da da aktivəm, Instagram'da da aktivəm. Yox, mən aktiv deyilsiz demədim. Yəni,
sırf sənətlə bağlı paylaşımlar edirsiniz. Sırf sənətlə bağlı Mənalı paylaşımlar. mənalı paylaşımlar da bəli. Başqa cür bacarmıram da, başqa cür. Yəni mənim içim budur. Mənim öncədən bax sənətə gəldiyim gündən ta bu günə qədər qalmaqallardan uzaq, Bəli. belə necə deyim sizə? Başım sakit. Başım sakit qalmaqaldan uzaq, sənətimlə, mahnılarımla. Ehtiyacı yoxdur axı, səsi var, sənəti var maşallah. Hə, ona mən görə. durub valla nə deyim, yəni nə paylaşım. Məsəl üçün mən bu gün anons paylaşdım ki, mən bu gün burada həm sizin verilmişdi proqramınızda, onu paylaşdım. Amma məsələn mən durub başqa şey, arada bir oluram. Məsəl üçün mənim evdə zarafatlarım da olur, amma yerli, Bəli, bəli, yerində. həddində. Hər şey qaydada, yerində, səliqi saymanda olmalıdır. Yəni səliqəli olmalıdır ki, dinləyici, tamaşaçı, sosial şəbəkədəki olan izləyicilər səndən zövq alsınlar. Nəsə, yəni zövqlü paylaşımlar etmək lazımdır. Zövqlü iş təqdim eləmək lazımdır. Mən belə düşünürəm. Bu mənim sosial subjektiv fikrimdir. şəbəkədir, efirdir, insanın daxili aləminin güzgüsüdür də. Yəni Muradın daxili aləmi necəsə, o sosial şəbəkə onu sirayət eləyəcək. Yəni efirdə də onu kimi. Kim nədirsə o görsənəcək. Yəni bunu gizlətmək mümkündür. Ona görə də o indi mənalı daxili aləmi varsa onu göstərir. Başqa şeyi göstərə bilmir onu. Sizin də sosial şəbəkəyə canlı açanda baxıram, ancaq sənət. Yox, Ancaq mahnı oxuyur. Bəzi adamlar qoşulu görsən, canlı açanda mən ancaq musiqidən deyirəm, söhbət edirəm. Hətta dərs belə deyirsiniz orada. Yəni orada tələbələrim də qoşulur. Orada indi dərinə getməsəm də bəzi onun qüsurlarını da deyirəm ki, gələn dəfə onu belə düzəlt də. Amma bizdə musiqidən başqa heç nə olmur. Çünki ad da çəkmirəm. Orada bəziləri deyirlər ki, bu mahnını filan kəs bərbad oxumuş. Deyirəm, xahiş edirəm, ad çəkməyin. Çünki insan özü burada yoxdursa, o əgər onun cavab vermə hüququ yoxdursa, haqqı yoxdursa burada onun adını çəkmək olmaz. Etikadan kənar olur. Ona da bir söz haqqı Əlbəttə yaranır. ki, insan özü burada olmalıdır ki, Murad mənim haqqımda gəl nəsə deyirsən, mən burada olmalıyam ki, ona cavab verə biləm. Təbii ki, bax, Asmən bir vurğuladı. Mənim də kontentimdə, istər TikTokda, istər sosial şəbəkədə, istər Instagramda daha doğrusu, Murad Sadıq, həm TikTokda, həm Instagramda. Reklam deyir, bu sadəcə deyim. Çünki adətən axtarırlar poiskdə tapmaq üçün. Məsəl üçün, mənim də kontentimdə efir açıram, canlı yayımları açıram. Düzdür, vaxtı məlum deyil bir saatdadır. Çünki bilmirsən də, yəni işin olmayanda açırsan, yəni ki. Məndə də orada ancaq musiqidəndir. Ancaq oxumaqdır, ancaq musiqi kontentidir. Və o söhbət deyiləyəndə ancaq musiqidən, zarafat da yenə də deyirəm yerində, hər şey səliqəli. Çünki istər sosial şəbəkələrdə, istər efirdə, yəni sənə tamaşaçı baxır. Yəni ona görə də sən həm sosial şəbəkədə, həm efirdə eyni də olmasa düzdür, efirdə daha da ciddidir, daha da məsuliyyətlidir. Amma öz sosial şəbəkələrində də belə zarafat edirsənsə, normal qədər zarafat eləməlisən ki, yəni ki, tamaşaçıya, izləyiciyə xoş olsun. Əziz tamaşaçılar, biz söhbətimizə davam edəcəyik, amma qısa bir reklam fasiləsi var. Reklam fasiləsindən sonra Asif müəllimin açıqlaması var. Görək nədir? Sənli bir ömrə gümanım çoxdur. Həsrətin qəlbimə sancılan oxdur. Bu qərib gecəmə təsəlli yoxdur. Səni sevə-sevə səndən uzaqda. Sənli bir ömrə gümanım çoxdur. Həsrətin qəlbimə sancılan oxdur. Bu qərib gecəmə təsəlli yoxdur. Səni sevə-sevə səndən uzaqda.
yayda ulduzsan ellerim çatmaz. Eşkimi kalbimden kederi atmaz. Seni seve seve senden uzakta. Sensiz duygularım kalbimde yatmaz. Sen yayda ulduzsan ellerim çatmaz. Eşkimi kalbimden kederi atmaz. Seni seve seve senden uzakta. Yamandan ıkmışam sensiz bu gece. Hayatım dönüptür gözümde heyecan. Söyle ki sevgilim yaşayayım nece. Seni seve seve senden uzakta. Yalandan ıkmışam sensiz bu gece. Hayatım dönüptür gözümde heyecan. Söyle ki sevgilim yaşayayım nece. Seni seve seve senden uzakta. Seni seve seve sevgilim senden uzakta. Seni seve seve seni uzakta. Allah səsinizə qüvvət versin Teşekkür inşallah. ederim. Sağ ol. Teşekkür ederim. Bu mahnının adı Uzaktadır. Musikisi Vüsale Hikmet, sözleri Dilarə Şahid və aranjmançı isə Gibi Usanaşvili. Hər üç şəxsə təşəkkürümü bildirirəm. Minnətdar. Çok güzel musiki, güzel. Və İfa Murad Sadıq. Teşekkür ederim. Və buradan Vüsale Hikmətə salamlarımı çatdırıram. Türkiyədə yaşayır. Mənim Möcüzə mahnının musikisi də elə Vüsale Hikmətdir. Möcüzə, Yalan Tək. Yəni təşəkkürümü bildirirəm. Həm Vüsale Hikmətə, həm birazdan da birazdan da ən sevilən mahnıları ifa eləyəcəm. O da Sevinç Tağıyevanın bəstələridir. Salamlarımı çatdırıram hər iki bəstəkara. Arif Səlim və ümumiyyətlə mənə kim dəstək olub, bəstəkarlar, şairlər, müəllimlər, mənə dəstək olan insanlar hamıya ayrı-ayrılıqda təşəkkürümü bildirirəm və salamlarımı çatdırıram. Çox sağ olsunlar. Siz reklam fasiləsindən sonra dediniz TikTok səhifəsini elan elədiniz. Mən bu TikTok səhifəsini yaxından göstərmək istəyirəm. Yaxından bunu göstərin zəhmət olmasa. Murad Sadıq Official. Bəli. Official. 5246 izləyici var. Niyə belə azdır? Əvvəla TikToku mən istifadə edirəm, amma Instagramı daha ondan öncə açmışdım. Instagram da elə Murad Sadıq bir yerdə gedir, official. 10 mindən artıq izləyicim var. TikToku bir ildir işlədirəm və az işlədirəm. İndi fəallaşdım həm TikTokda, həm Instagramda. Amma TikTok demişkən, yəni yadıma bir şey düşdü ki, orada efir açanda, efir aparanda, TikTokda canlı yayım, nəsə bir musiqi ifa eləyəndə, ümumiyyətlə musiqidən söhbət eləyəndə 10 nəfər, Allah hamıya can sağlığı versin, bütün izləyicilərimi buradan salamlayıram, həm yeni izləyicilərimi, həm çoxdan izləyən izləyicilərimi, həm indi takip kim istəyəcəksə atmağa, hamıya təşəkkürümü bildirirəm. 10 nəfər, 15 nəfər olur, Allah yenə deyirəm, hamıya can sağlığı versin. Musiqi ifa eləyəndə, belə də sakit sənət nümayiş ediləndə 10 nəfər, 15 nəfər olur. Amma biraz ki, səs tembrimi qaldırdın, biraz belə yüksək danışdın ki, hətta necə sənə də belə əsəbləşdin, biraz yaxşı səs. Hala maşallah gəlir 50 nəfər, 100 nəfər, 200 nəfər hətta olur. Biraz qalmaqa olanda indi olur da, indi ara sıra kimsə nəsə olanda olur. 200 nəfər baxın. Allah sizə can sağlığı versin hamımıza. Bir mahnı oxuyanda bu qədər olsa lap yaxşı olur. Düzgün vurğuladın Murad qardaşım. Mən də elə o ümumiyyətlə yəqin çox adamın dərdidir o. Mən də bütün izləyicilərimi salamlayıram TikTokda olan. Eynilə
Yəni belə bir musiqidən söhbət gedəndə o daimi o sədaqətli izləyicilər var da, musiqi sevən, musiqi duyumlu. Onlar əvvəldən axıracan dinləyirlər normal şəkildə. Amma elə ki biraz nəsə kimsə qoşuldu, nəsə Murad demişdə, elə bir biraz səsini qaldırdın, nəsə biraz qalmaqala oxşadı. Görürsən altda 200, 300 belə ən azı 100 nəfər birdən-birə gəlir. Sonra dayandırırsan, keçirsən öz ampulava da, yəni. Siz də zil səsindən oxudan mahnıları sevirsiniz. Yo, zil səsini, ümumiyyətcə musiqi 10 nəfər, 15 nəfəri cəlb eləyir. Yəni o daimi ki, onlar musiqi sevirlər. Amma kütləyə keçəndə biri var, izləyici o normal əslində, kütlə başqa şeydir. Məsəl üçün bu normal izləyici başqa şeydir. Kütləvi olmaq o belə qəribə şeydir ki, bu da bütün dünyada o problemdir. Adi heç nəyə bilsən, kütləvi 1 milyon baxış oldu. Amma normal musiqi, indi siz bilən YouTube'a baxın, Rəşid Behbudovun o səsləri, ona verilən səs 5-10 min ola bilər də. Amma hansı baxış sayı. Amma indi baxın birdən bir ara musiqisi, o Murad bəy adını dedi, adını çəkmək istəmirik. Yox, ehtiyac da yoxdur adını çəkmək. Onlar ki var, hamı bilir də. İndi onların baxış sayına baxın, Rəşid Behbudovun, Şövkət xanımın baxış sayına baxın. Çox adam belə məhdəl qalmalı şeydir. Amma o dövrdə heç bu baxış sayı da yox idi, YouTube-da yox idi. Amma ən əsası odur ki, siz bir vurguladığınız sənətkarlar, Rəşid Behbudov, Şövkət Ələkbərova və Müslim Ağayev, onlar dünya durduqca duracaqlar. Sonra o var. Odur. Daimi olan bir şey, daimi olan bir şeyin izləyicisi də az olur. Çünki onu dərk eləməyə beyin lazımdır. Beyin lazımdır, düşüncə lazımdır. İndi Allah hamıya onu vermir də, ona görə çox az adamda var deyən o baxış sayı da az olur. Murad Sadıq. Nəsə problem var sizdə? Keçdi, bir balaca panik atakım oldu. Panik atak demeyin. Bəlkə o əsnada bizim reytinglərimiz artıq. Elə panik atak demeyin. Olan şeydir, keçmiş Olan, olsun. keçdi artıq. Əsas o da yaxşısınız. Allahıma and olsun, reklama görə etmirəm. Yox, estağfurullah, elə deyən olmaz. Yəni ki, yox, indi tamaşaçılar, mən heç vaxt olmadı, amma heç bir efirdə olmurdu, amma nədənsə Olan şeydir, keçmiş olsun. Asif müəllim, bəlkə sizin ifa ilə biz davam edəyək. Böyük məmnuniyyətlə. Gələn Asif müəllim ifa eləsin, zəhmət olmasa. Elə mən istədiyim mahnını əgər ifa eləyə bilərsə, çox şad olaram. Hər kim ki görür bəsləyir o hüsnünə rəğbət. Hər kim ki görür bəsləyir o hüsnünə rəğbət. Yoxdur sənə bənzər gözəl insan gözəl afət. Olmaz səni tək sevgili canan gözəl afət. Yoxdur sənə bənzər gözəl insan gözəl afət. Olmaz səni tək sevgili canan gözəl afət. Nə gözəl xəlq eləmiş səni yaran.
belə qamət, olmaz belə surət. Hər kim ki görür bəsləyir o hüsnünə rəğbət. Hər kim ki görür bəsləyir o hüsnünə rəğbət. Yoxdur sənə bənzər gözəl insan, gözəl afət. Olmaz səni tək sevgili canan, gözəl afət. Yoxdur sənə bənzər gözəl insan, gözəl afət. Olmaz səni tək sevgili canan, gözəl afət. Sevməmək rəvadırmı sən kimi rəna gözəli? Hüsnü əxlaqı gözəl, söhbəti şirin məzəli. O dağların gölçədir, bənzəyir kəmalına ya. Bilməzdim eşqi nədir, düşdüm axır bu sevdaya. Olmaz belə qamət, olmaz belə surət. Hər kim ki görür bəsləyir o hüsnünə rəğbət. Hər kim ki görür bəsləyir o hüsnünə rəğbət. Etdin məni də hüsnünə heyran, gözəl afət. Saldın məni sən bu sevdaya, ey gözəl afət. Etdin məni də hüsnünə heyran, gözəl afət. Saldın məni sən bu sevdaya, ey gözəl afət. Etdin məni də hüsnünə heyran, gözəl afət. Saldın məni sən bu sevdaya, ey gözəl afət. Etdin məni də hüsnünə heyran, gözəl afət. Saldın məni sən bu sevdaya, ey gözəl afət. Etdin məni də hüsnünə heyran, gözəl afət. Saldın məni də bu sevdaya, ey gözəl afət. Olmaz belə qamət, olmaz belə surət. Olmaz belə qamət, olmaz belə surət. Olmaz belə qamət, olmaz belə surət. Olmaz belə qamət, olmaz. Bəh. Çox sağ olun. Mənim ən sevdiyim mahnılarımdandır. Yəni mən həmişə elə anonslarda da dinlədim. Elə hər zaman uşaqlıqda tez-tez bu mahnını mən dinləyərdim. Ölməz mahnılardan. Bəli. Bu vaxtı, yəni neçə yaşın olardı Murad? Sən 2002-ci ildə bu işıq üzü gördük ilk dəfə. Klipi də vardı. Hələ yəqin, hə. Mən o vaxtı televiziya kanalları, mənim o vaxtı hardasa olardı da bir 13-14 yaş. O vaxtı, hətta mən bir dəfə də demişəm efirdə, bir radioda bir nəfər xanım zəng elədi ki, 3 yaşında uşağım var, uşaq. Yəni uşaqlar axı yemək yeməyə biraz şey olur da. Dedi o mahnının səsi gəlməsə yemir, yəni radioda eşidəndə. Balacalar da sevirdi, nədənsə bilmirəm indi. Mən indi bizim ötən efirlərim, mən düşünürəm ki, siz bizim hər efirimizi izləyirsiniz. Bəli, ən azından belə sosial şəbəkədə də olsa qarşıma çıxır. Hər gün baxmasan da hər efirə, amma qarşıma çıxır çox vaxtı. Bəy, nəsə demək istəyirsiniz yoxsa? Yox, yəni ki, mən onu demək istədim ki, mən də efirə tez-tez baxıram efirlərinizə. Tez-tez də olmasa, məsələn, görmüşdüm sizin bir-iki dəfə efirinizi və çox bəyəndim və bilirəm ki, tamaşaçılarınız, izləyiciləriniz, sizi sevənlər çoxdur və bu verilişi sevənlər də çoxdur. Mən sizə bir söz deyim, mən uzun müddət ondan əziyyət çəkmişəm. Niyə? Bilmirəm, səbəb nədir, hardan yarandı bu, bir xəstəlik də deyil, bu psixoloji bir şeydir. Bu panik atak. Panik atak deyirsin. Uzun müddət... Necədir indi vəziyyət? Keçdi. Bax, açıq deyim, bir yax gəndə olmuşdu. Mən hətta demişdim ki, bəlkə atamı çağırım, efirdən kənarlaşım. Çünki istəmirəm ki, tamaşaçı bizə baxan əli deyək də həyəcan içində olsunlar. Amma yox, gördüm ki, maşallah düzəlmə doğru gedirik. İnşallah ki, efirin sonuna qədər olacam burada. İnşallah, mütləq. Yaxşı olacaq Allah qoysa. Çünki
bir balaca hava dəyişir, təzyiqim var idi. Yəni ona görə Ha, keçmiş olsun Getmiş. Murad. Hə. Yaxşı, indi vəziyyət yaxşıdırmı? yəqin ki, yaxşı olur. Yaxşı olacaq, narahat olma. Mən buradan siz söhbətinizi eləyin. Hə. Elə bil mən yoxam. Yəni Necə? demək istəyirəm ki, bu mahnı mənim çox xoşuma gəlir o mahnı, çox. Ha, nə bilim, mən də həmişə deyirəm, keçən dəfə Elvin bəyin də verilişində, ümumiyyətcə hər verilişində bunu ifa eləyirəm. Ümumiyyətcə bütün efirlər hamısı bütün efirlər çox sağ olun. Sağ olun. Siz sağ olun. Təşəkkür edirəm. Bütün efirlər ümumiyyətcə bu mahnının səslənməsini istəyirlər. Elə keçən dəfə yeri gəlmişkən deyim də o məsələni gördüm bir sizin. Hələ deməyin. Ha, nə vaxt istəsə o barədə danış. Hələ deməyin. Mən bizim əməkdaşlardan istəyirəm ki, mənim səsimi alsınlar. Mən sizə bir video izlətmək istəyirəm. Musiqinin səsini artırsınlar, mümkünsə. Çünki belə deyim, mən videonu sizə göstərsəm, sizin fikriniz daha yaxşı olar. Eşitmişəm, amma dəqiq bilmirəm nə məsələ söhbətdir, onu bilmək istəyirəm. Buyurun. Siz fikir bildirin bu barədə, zəhmət olmasın. Onu bir balaca bilirdim, amma bu dərəcədə o xanım müğənni də var orada. Bəli. O da ifa eləyir təhrif olunmuş formasında. Yəni güya ki, yəni bilmirəm də bu mahnını o qədər də önəmli deyil. Belə bayağı musiqi musiqi kimi qələmə vermək. Amma vallahi nə bilim də hərənin öz zövqü var. Yəqin onların zövqü başqa formadadır. O oğlan da hardasa tanımıram onu, hardasa görmüşəm elə bil. Bizim efirdə Sizin efirdə görmüşəm. Mahnısına da qulaq asdım ondan sonraki. Görüm bu hansı sənət əsərini oxuyur ki, bunu bayağı hesab eləyir. Amma hesab etmir. Hesab et. Sual verir. Yo, sual verir, amma biz o necə çıxır? Sual verir, yəni ki, elə çıxır da. Mən elə bildim ki, sual verməməlidir axı onu. Əslində o sual verilməməli. Çünki bayaq biz Muradla da danışanda o mahnı haqqında heç mən bilmirdim ki, Murad o mahnını sevir. Dedi ki, mən qətiyyən o mahnı. Çünki mahnıda qarmoniya var. O musiqini bilən adamdırsa, bilməlidir ki, musiqidə qarmoniya varsa, o mahnı bayağı sayıla bilməz. Sənət əsəri də deyil, amma bayağılıq başqa şeydir. Murad bayaq yaxşı açıqlama verdi o barədə. İndi Bayağı mahnıları, bilirsiniz hansı bayağı mahnıları demək olar. Hansı ki, əvvəli bilinmir, sonu bilinmir və ümumiyyətlə mahnı bilinmir. kanta yoxdur. Kanta yoxdur, harmoniyası yoxdur. Bax, bayağı buna demək olar. Amma bu mahnı bayağıdır. Bu sadəcə bu mahnı 6-8 ritmdədir və orta templi bir mahnıdır. Yəni normal bir mahnıdır. Və hətta sevilən bir mahnıdır və dillər əzbəri olan mahnıdır. Bu mahnıya bayağı mahnı demək olmaz və deyilmir də. Və deyilə də bilməz. Bəs hansı mahnılara bayağı mahnı demək olar? Mən bayaq dedim bax əzizim. Yəni o hansı ki notu Əvvəli bəlli sonu olmayan, harmoniyası olmayan, Elə oğlanın öz oxuduğu mahnı bayağı sayılır. notu Bir dənə türk bilinməyən, mahnısı bir daha söyləyirəm. Yəni ki əvvəli, sonu bilinməyən mahnılardır. Məsələn, heç ritmi də yoxdur. Ritmi də yoxdur. Bayağı budur. Mən sizə deyim ki, bunun bir neçə ifası var. Bu mahnı o qədər də belə bəsit görsənməyinə baxmayın. Amma o vurğuları düz vurmaqsa Murad çox gözəl an. O onu sevir ki, orada nəsə var ki, onu sevir. Amma mən deyim ki, sizə bəlkə də kütlə sevmir ha bu mahnını. Ancaq musiqi duyumu gözəl olan insanlar da. Elə insanlar var ki, deməli, hətta bəstəkarlar da var ki, məsələn, rəhmətli Tahir Əkbər
çox gözəl bəstəkardır. Bu mahnını sevirdim. Allah rəhmət Yəni eləsin. o elə belə bəstəkar Şəfiq Axundova. Bunlar professional bəstəkarlar idi. Mənə deyirlər ki, bu nə mahnıdır belə. Valla deyirdim. İndi bu oğlan ona belə rişxəndlə deyir, valla özü nəsə bir yaxşı əsər oxusa, deyərəm ki, hə də bu ancaq əsərə qulaq asır. Bu demirəm, böyük əsərdir, amma belə bayağı da deyil də. Yəni gərək etiraf eləyək də, bayağı deyil. Oğlan əgər sualın cavabını istəyirdisə, sən də çox gözəl yanaşdın ki, dedim mən musiqiçi deyiləm, mən deyə bilmərəm. O özü əgər musiqiçi idisə, o sualı verməli deyildi. Ona özü cavab verməli idi. Musiqiçi o mahnıya necə bayağı deyir? Musiqiçi deyil də, deməli mən onu musiqiçi hesab eləmirəm. Sən ondan qat-qat yüksək musiqiçisən ki, o suala o cür cavab verdin. Çünki Çox mən xoşumdur. musiqiçi belə deyim, musiqiyə bayağıdır və yaxud deyə bilmərəm. Ay solda, amma o əgər o da musiqiçi deyil onda. Əgər musiqiçi olsa o sualı verməli deyildi də. İndi belə baxanda oxuyur da özü üçün belə də, nə bilim. Amma mən belə deyim, siz az öncə də baxış sayı nöqteyi nəzərdən yanaşdınız ya, mən də bu mövqedən yanaşım. Mahnıları 18-20 milyon baxış sayı var. Bu necə olur? Bəli. Deməli o normal mahnıya o qədər baxış sayı ola bilməz. Bayaq mən adlarını çəkdim. Tək indi biz həmişə onların adı çəkirik də. Bu böyük dahi sənətkarlarımızdır. Rəşid Beybutov, Şövkət Ələkbərova, nə bilim, çoxdur da, Rübabə Muradova, o birisi, çox saymaqla qurtarmaz. Onların baxış sayıyla gör birində, heç olmasa bir nəfərində onun yarısı qədər baxış sayı var. Çünki onlar normal musiqi ifa eləyiblər. Murad da təsvir edir yəqin ki, normal musiqiyə o qədər baxış sayı ola Bəli, bilmir. təəssüf ki, hələdir. Normal musiqiyə bir çox baxış olmur. Mən hələ rast gəlməmişəm. Ən çoxu 1000 baxış olur. Ən çox. Bəs mən bir gənc nəsil olaraq, mən Asif İsoğlu'na qulaq asmaq istəyirəm və yaxud Murad Sadıqa qulaq asmaq istəyirəm. Yəni gənc nəsil bəs kimlərə qulaq assın? Bu sizin musiqiyə olan hörmətinizdir. Bəli. Bu sizə musiqiyə olan diqqətinizdir, istəyinizdir. Siz deməli musiqi savadınız çox güclüdür. Odur. Mən onu sizə dedim ki, sənin musiqi duyumun o özünü müğənni adlandıran gəncin musiqi duyumundan qat-qat yüksək. Yəni belə deyim də, indiki uşaqlar, belə deyim, gənclər sosial şəbəkələrə, YouTube-a daxil olanda bu indiki yeni nəsil ifaçıları görürlər və onları tanıyırlar. Mən bir şey deyim, o deyir sizə çox baxış sayı olur. O sayılar bizim üçün olur. O maraq üçün baxdı, orada çox az lazımdır. Sənə 10 saniyə, 15 saniyə baxdın, o artıq gəlir sayılır onun baxış sayından. Məsələn, əgər tutalım 50 nəfər baxıbsa, sən 10 saniyə o eyni video 10 saniyə baxsan, olacaq o 51 nəfər. Yox, 10 saniyədən, 15 saniyədən az baxsınsa, o baxış ora sayılmır. Əgər mən düzgün deyirəm, ola bilər səhv deyirəm, amma məlumatım bu qədərdir. Mən də təsdiqləyirəm, əgər elə bir ki, dəqiqə sayı çox olmaqla sayılsa, Saniyələr hətta belə deyim orada. saniyə söhbətidir orada. O dəqiqə də baxmırlar o mahnıya. Elə baxırlar məzələnmək üçün də belə bir... Siz dahi Ona görə milyonlar orada, o milyon baxış yığır, o belə də məzəlik. Onlar orada 10 Məzələnmək saniyədən artıq qalmırlar. Elə baxırlar, keçdilər. Siz dahi sənətkarlarımızın adını çəkdiniz. Allah dünyadan köçənlərə rəhmət Amin. eləsin, qalanlara can sağlığı versin. Amin. Düşünürsünüz ki, o zaman musiqimiz orada qalıb, yəni musiqimiz inkişaf etməyəcək, yoxsa necə? Musiqimiz son vaxtlar görürsüz də elə bəstəkarlar da yoxdur, azdır, çox azdır. Yəni ümumiyyətcə bu 2000-ci ildən bu tərəfə bu tənəzzül, bunu hamı etiraf edir ki, baxın görün meydan sulayan hansı musiqilərdir də. Amma vaxtilə bir 2000-ci illər əvvəlində Murad dedi, yeni o dövrə ki bu mahnılar çıxmışdı. Onda gör o 13 yaşında uşaqların da musiqiyə belə meyli vardı, normal musiqiyə. Amma indi artıq bu trend deyilən söz var. Bu ortalığa çıxandan sonra biri də var idi, YouTube-da yığışdırdılar o nə idisə. O da trend idi Səfir. YouTube-da trend sözü yığışdırılıb, trend YouTube-da yoxdur.
Amma o üzə çıxandan sonra bu məsələ belə qarışdı aləm musiqi barədə. Bəs ola bilərmi mən bir musiqi daha əlçatan olduqca artıq marağı itir. O dövrlər kasetlə mənim yadımdadır. Mən öz yaşım qədər danışım. Kaseti yazırdıq, kaset üçün haralara gedirdik, axtarırdıq ki, bu mahnıya qulaq asaq. O da ola bilər. O da ola bilər. Bugünkü gündə artıq hamısı nə istəyirsən var da. Bəli. İstər belə deyək 50 ilinci mahnıları da YouTube-da var və ta bu günə qədər. Niyə hər şey əlçatan olub? Səbəbi bilirsiniz əsas nədə görürəm? Bax o vaxtı yəni normal olmayan musiqini efirə buraxmırlar. Yəni olur o bizim mən uşaq olanda da hətta bayağı musiqilər var da. Mən neçə dəfə demişəm onu. Əllərdə maqnitofonda küçədə gəzdirdilər belə bir cürət tipli də Əndirabadi mahnılar dolu çox idi. Bəlkə də indikindən də çox idi. Amma efirdə biz kimlərə qulaq asırdıq? Ancaq Oqtay Ağayev, nə bilim Mirzə Babayev bunları gördük. Rəşid Beyputov, bu birisi Müslüm Maqamayev məsəl üçün də efirdə gördüyümüz bunları idi. Yəni cəmaət də görürdü ki, əsl deməli efir onda müqəddəs bir ocaq kimi sayılırdı da. Ora hər adam o rəhmətli Rasim Aliyev bir söz demişdi. Yəni küçədən gedən adamı görür. Allah rəhmət eləsin. Normal adamları çıxardırdılar. Amma indiki son vaxt bəzi efirlər indi yaxşı ki, biraz yaxşılaşmaya doğru gedir. Bəzi adamları uzaqlaşdırdılar, yaxşı ki. O adamlar doğrudan da elə, hələ çoxu var yenə də. Amma belə deyim də, hər kəsin bir musiqi zövqü var da. Hər kəs aşıq ifalarına qulaq asmağı məcburiyyətində deyil. Hər kəs meyxanaya, muğama qulaq asmaq məcburiyyətində deyil. Siz deyirsiniz ki, biz rəhmətlik sənətkarlara qulaq asırıq. Yox, təbii ki, heç kim məcbur etmir. Biz Yox, sadəcə onu deməyim deyirik ki, nədir? yəni zövqlü musiqiyə daha üstünlük versinlər. Yəni, Biz onu deyirik. Yəni deyirsiniz seçim ki, onlardan görürdülər, götürürdük. Bəs bu bayağı adlandırdıqlarınız kimdən görüb götürürlər? Onlar da efirdə o normal şeyə baxmırlar. yox, o bayağı ifaçılar bir şey nə üçündür? Mən deyim də görür ki, məsələn, bayağı mahnılara baxış sayı çoxdur, üstünlüyü çoxdur. Deyir, mən də gedim Kim bayağı baxır? mahnı Axına oxuyum, düşür mənim o da. də- O da düşür onun axınına. Kim baxır bəs? Mən də baxım. Zövqsüz insanlar da, zövqsüz insanlar çoxaldı. Mən gəlin belə deyim ki, mən başqa cür deyək. Gəlin belə deyək ki, o bəlkə də baxırlar ki, biraz keyflərini açmaq üçün, o biraz sildirəcək. Məsələn, kimin keyfi əhvalı biraz yüksək deyil, belə deyək də nastroyeniyası da belə deyim. Əhval ruhiyyəsi kimin biraz pisdir. Onu biraz bir 5-10 saniyə baxır, biraz əhval ruhiyyə düzəlir və çövürür. Amma o çevirməklə o ona baxış sayı verir. Mən sizə bir söz deyim də, bu zövq bunu nə düzəltməyim bu ya var ya yoxdur ya. Ya anadan doğulan son illərdə bütün dünyada yeni gələn nəslin artıq zövq korlanmış zövqlə dünyaya gəlirlər. Çoxluq budur. Yəni o bir adam deyir bunun zövqünü düzəldə. Heç vaxt yəni o təbliğatla mümkün deyil. O qanda var, genetik gəlir. Bilsən o zövq belə bir şeydir ki, istəyir bizim dövrümüzdə o musiqilər vardı. Mən gedirdim başqa, nə bilim, Xan Şuniskaya qulaq asırdım məsəl üçün də. Onda mənim də zövqümü korlayardılar da gedib. Amma onda mənim dostlarım, bu kimdir buna qulaq assam bu kişiyə? Məsələn, mənə də deyirdilər. İndi Murad məsələn Müslüm Maqamova qulaq asır. Elə adam var işxən deyir ki, tay tuşları da. Bunun nəyinə qulaq assın? Gedə başqa bir çıxıda olana qulaq assın. Zövqlər müxtəlifdir, amma hal-hazırda problem odur ki, zövqü zəif olan, bərbad olan insan çoxdur. Bunu biz etiraf eləməliyik. Zövqlər korrana gedir. Yəni gələn nəslin zövqü. Mən düşünürəm ki, bu mövzunu danışmaq üçün çox illər lazım. Efirlər neçə efir. Özü danışılır da belə baxanda çox efirlərdə görürəm bunu danışırlar, amma danışmaq lazımdır. Mənə elə gəlir ki, hər kəsin də bir zövqü var. Əlbəttə. Biz zövqlərə qarışanməliyik Elvin bəy. Biz heç kimin zövqünə qarışa bilmərik. İxtiyarımız da yoxdur buna zövqü qarışmaq. Xeyri də yoxdur, qarışsaq nə olur? Bəli, biz sadəcə deyirik ki, yəni ki, çalışın. Üstünlük yaxşı mahnılara verin. Yaxşı bəstələri, əsl klassik ifaları, estrada gözəl müğənnilərə, bizim bəstəkar mahnılara üstünlük verin. Yəni yenə də deyirəm, o
deyirlər, hələ o bəzi bayağı oxuyan müğənnilər, gəlin onu da mən deyim, üzr istəyirəm, deyirlər ki, biz o yaxşı mahnılar oxuyanda bizə baxmırdılar. Biz bayaq o belə O da bir problem. başqa mahnı oxuyan kimi bizə daha da çox diqqət Çox gözəl yetirirdi. mövzuyyat oxundu Murad. Hətta muğami ifadəsi var. Mən onu deyəcəm burada, mənim yaşıdlarımdır, hələ bəlkə də məndən də yaşlılar var, elə məndən biraz gənclər də var. Muğami ifadəsidir bu adam, musiqiyə, sənətə xəyanət edir. O gedir bayağı mahnı oxuyur ki, bunu reyting qalxsın, toya aparsınlar. Bax, onlar da bu vəziyyəti gətirib çıxardır. Eləməsinlər onu, xahiş edirəm, muğam oxuyanları keçməyin bayağı musiqiyə. Bu müvəqqəti şeydir, bu, yəni sənətə xəyanət eləməyin, bu yaxşı şeydir. Onun adını mənim qulağıma deyə bilərsinizmi? Kimi? O dediyiniz. Bir nəfər deyir axı deyim adını. Yox, dedizi. Hə. Bir nəfər var. Bir nəfər yox dedim, yəni hətta mənim yaşıdlarım da var. Ya bir deyil, yaşıdlarım dedim. Valla var, elələri var ki, gözəl ifadəsidir. Məsələn, gözəl səsi var, yorumu var, amma bayağılığa gedib çıxır. Başa düşsən, olmaz. Heyfim gəlir o adama. Axı, belə deyim də, toy bazarıdır axı bu gün. Toy bazarı deyib, Konsertlər olmur axı mütəmadiyə. indi mən də başa düşürəm də, toy bazarında o dərəcəyə çatdırmalı deyir axı. Toyda bəyəm elə səviyyəsiz mahnı olmalıdır. Bu toyda da səviyyəli mahnı oxusun da. Toy bir halda ki, bir insanın ömründə bir dəfə olur. Qoy elə orada yaxşı səviyyəli musiqi olsun da. O qədər oynamalı bəstəkar mahnılarımız var ki, bilsən nə qədər. Ağabazı Rızayevdan Toy günüdür, əl çalın. Bu mahnı gör neçə illərdir yaşayır. O tipdə Emin Sabitoğlu'nun mahnısı var. Cahangir Cahangirovun mahnıları var. Nə bilim, saymaqla qutarmaz. Bunlar ya rəqslərimiz var, rəqslərə ifa eləyin, qəşəng rəqslərimiz var. Gül kimi adlarını saymaqla, nə bilim, Xan Çobanı, 101-i, İnnabı, Tərəkəmə, Süleymanı, o qədər də Papaq rəqsi. Ay, papaq rəqsi ən son o müasirlərdən. Mahnı da ki, oxusun müğənni, qəşəng toya aid mahnılarımız var. Oxusun qulaq asında. Yəni, qabaq toyda mənim məsələn yazdırdığım mahnıların əksəriyyəti qulaq asmaq üçün də 6-8 də olsa oynamağa bir o qədər mən fikir verməmişəm, onu oynasınlar. Yəni oynayanda müğənni qalır ikinci planda, o ritmə qulaq asırlar. Oynayanda müğənninin nə oxuduğu qulaq asılmır da. Mahnı qulaq asılmaqdan ötərdir. Oynamaq üçün rəqslər var bütün dünyada. Bəlkə birini ifa eləyəs qulaq asaq. Böyük məmnuniyyətlə. Keçidi gördünüz. Olaram öz eşkimin olaram öz ömrümün olaram cananımın qurbanı. Olaram öz yarımın bu gözəl dildarımın nəfəsin sultanımın qurbanı. Olaram öz eşkimin olaram öz ömrümün olaram cananımın qurbanı. Olaram öz yarımın bu gözəl dildarımın nəfəsin sultanımın qurbanı. Adına can yaraşır, belə cana yaraşır, sənə sultan yaraşır ya. Necə mən eşqidanım, sənə vurğundu canım, başına mən dolanım ya. Olaram öz eşkimin olaram öz ömrümün olaram cananımın qurbanı. Olaram öz yarımın bu gözəl dildarımın nəfəsin sultanımın qurbanı. Olaram öz eşkimin olaram öz ömrümün olaram cananımın qurbanı. Olaram öz yarımın bu gözəl dildarımın nəfəsin sultanımın qurbanı.
dünyada hər nə ki var səndən sonra yalandır. Ancaq aləmdə sənin eşqin mənə qalandı. Qınama sevgilini, axı sən nəfəsim. Mən gərək bu eşqə hər an tələsim. Axı mənim bu dünyada səndən sonra kimin var? Al mənim canımı sən eşqim bu canı qurtar. Qınama sevgilini, axı sən nəfəsim. Mən gərək bu eşqə hər an tələsim. Olaram öz eşqimin olaram öz ömrümün olaram cananımın qurbanı. Olaram öz yarımın bu gözəl dildarımın nəfəsin sultanımın qurbanı. Olaram öz eşqimin olaram öz ömrümün olaram cananımın qurbanı. Olaram öz yarımın bu gözəl dildarımın nəfəsin sultanımın qurbanı. Allah səsinizə qüvvət versin. Çox sağ olun. Bu bizim yeni mahnımızdır. Bəstəkarı və söz yazarı bizim cənublu qardaşımız Çok güzel. Vahid Rabipurundur. Buradan ona da salamlarımı təşəkkür edirəm və Günay xanım da bu mahnını mənə təqdim elədi. Ona da təşəkkür edirəm. Mən ötən efirdə də dedim ki, bu klip nə vaxt gəlir? İnşallah görək də əgər yaxşı qarşılansa klip olacaq da görək inşallah. Bəlkə klipin mahnının yaxşı qarşılanmağında da bir rol ola bilər. Hə, mən o olmaz belə qaməti, gözəl afəti. Yarımçıq qalıb klip. Hə? O klip yarımçıq qalıb. Onun ardı var, arxada yazılırdı. Onun ardı da ondan sonra biraz uzaqlaşdım da səhnədən ona görə. Niyə uzaqlaşmaq? Bəs mən Dəstəkçim az oldu. Bir dənə də söz deyim də. Bax o bizdə problemi yaradan mən onu hər efirdə deyirəm ha. Bax bu söhbət düşəndə. Murad da təsdiq eləyər onu. Elə ikimiz də eyni dərddəyik o barədə. Deməli, bu bayağı musiqinin tərəfdarları var. Bax buradan hamıya deyirəm onu. Bunlar çox aktivdirlər. Yəni mübarizə aparırlar. Onlar belə həmişə dəstək gedirlər. Hay, huy, onları qarşılayırlar. Amma bizim tərəfdarlarımız ki var, normal musiqi ifa eləyənlərdə. Bunlar elə bir ya utanırlar, ya nədənsə çəkinirlər belə. bəlkə təvazökarlıqdan irəli gəlir. Mən nəyə demək istəyirəm? Hə. Neçə dənə ölkədə konsert vermisiniz və yaxud neçə ölkədə bu musiqimizi təmsil etmisiniz? Ben hem Rusya'da hem Ukrayna'da Ukrayna'da ben hatta bir böyle rolik yerdim. Film bir balaca tam Qısa səhnə. kısa sahneydi. Meştibad obrazını ifa etmiştim. Ukrayna Kiev şehrinde. Ve Moskva'da da bütün festivallarda, bütün o Rusya birinci kanalında ve Rusya bir telekanalında, ORT 1'de ve birçok kanallarda Rusya'nın iştirak etmiştim. Hem de ki bütün festivallarda. Orada da bütün festivallarda Azerbaycan'da da olmuşam. Çok naletlerim çoktur. Beynəlxalq müsabiqələr laureatıyam və 2 solo konsertim olub Azərbaycanda. Bir 19 yaşında, yox, bir 20 yaşında, bir 2019-cu ildə dekabr ayında Moğam mərkəzində, Beynəlxalq Moğam mərkəzində, bir 20 yaşında Heydər Əliyev sarayında olub Mən konsertim. sizə bu sualı verməsəydim, ünvanlamasaydım, danışmayacaqdınız, deməyəcəkdiniz. Dediyim təvazökarlıq budur. Sual verməyəndə mən necə özüm deyim? Gərək sual verirsin ki, mən Məsələ deyim də də. burasıdır. Düz deyir. Siz dediniz ki, Bax, o abır deyirəm. Bu ümumiyyətcə bizim elə bir özümüz kimi də izləyicilərimiz, pərəstişkarlarımız da abırdılar. Ona görə biz qalırıq kövgədə. yox var Mən elə. özümü baxın. Mən fikirləşirəm ki, Asif müəllimlər əlimlə mənlə razılaşar.
siz də Elvin bəy mənlə razılaşasınız ki, sual verməsə biz cavabını necə verək? Biz özümüz Yox, oturub bəziləri amma oturup Mən onu da deyim. Gəlir misal üçün. Salam, necəsiz? Bəs neçə ildir sənətdəsiz? Bilirsiniz, mən artıq uzun müddətdir, neçə il? 5 il və yaxud 4 il, 10 il, fərqi yoxdur. İlin fərqi yoxdur. Və başlayır arda-arda sayır. Siz mən sual verdim. Salam, Murad Sadıq, xoş gəlmisiniz. Xoş gördük. Mən sual ünvanlamasam siz onu deməyəcəkdiniz. Yox, əslində Və bu bir gizli qalacaqdır bizim verilişdə. Bilənlər bilir təbii ki. Mən yenə deyirəm, 45 dəqiqə sizin o müsahibəmizə baxmışam axıra qədər. Yəni təvazökarlıq deməyim odur. Valla sənəti olan adam təvazökar olmalıdır. Əgər istedadı varsa, o istedad qoymur, o belə yekəxana olsun. Çünki alınmır, o biraz deyir ki, yaxşı çıxmaz. Yaxşı ayısı olur. O necə dediniz? Mən bacarmıram axı başqa şey paylaşım. Hə, mən durub indim məsəl üçün yox, paylaşanlara da pis baxmıram. Allah canlarını sağ eləsin. O deyir, səhər yeməyi, günorta yeməyi, axşam yeməyi, nə bilim zarafat falan. Mənim axı nətər olar? Düz deyim, mənə izləyicilər deyir, ay Murad bəy, gündəlik həyatımızı da görmək istəyirəm, maraqlıdır. Yenə də deyirəm, olanda olur. Məsələn, baxıram ki, Allah, mənim elə videolarım var ki, TikTokda, Instagramda 50 min, 60 min, 10 min. Ən çoxu TikTokda 65 min olur. Elə orada sadəcə xanımı təbrik elədim doğum günü münasibətilə, may ayının 3-ü və gördüm ki, sağ olsun mənim izləyicilərim, bütün hamı əgər təşəkkür edirəm. 65 mindən yuxarı baxış sayı olur. Like-dakı bir artı mindən qədəsi olur. Əslində deyin, mən gündəlik həyatımı paylaşıram. Mənim gündəlik həyatım elə musiqidir. Bəli, elə mənim həyatım musiqidir, gündəlik həyatım musiqidir. Başqa şeylər də olar. Məsələn, şəxsi həyatdan bir yerə qədərdir. Amma Yox, mən şəxsi həyatımı da paylaşıram. Mən heç bax necə mən efirdəyəm. Hələ də mən həyat yaşayıram. Həyatda. Bu günləri baxın, indi biraz halım bozulmuşdu da. Qayıtmayın o mövzuya. Yox, mən nəyi demək istəyirəm? Qayıtmıram, amma nəyi demək istəyirəm? Yəni gizlətmədim ki. Bəli. Demədim ki, işte demədim ki, reklam olsun, yaxşı olar ya da yəni ki, reklam olsun yox, yəni reklama çıxın. Xahiş etmədim ki. Bəli. Necə var dedim ki, məsələn halım biraz çönmüşdü. Yəni pis oldu. O da indi şükür Allaha düzəlib. Şükür. Yəni amma demək istəyirəm ki, yəni mən efiri tərk etmədim, oturdum. Yəni mən efirdə necəyəmsə, həyatda da eləyəm. Kamera arxasında necəyəm, kamerada necəyəm, tamaşaçılar qarşısında hələ də adi həyat. Alınmır başqa cür. Gündəlik həyat var, şəxsi həyatda. Məsələn, istirahət, dünən biz getmişdik Çırağa gün dostlarla, siz də bilirsiniz də, bizim Number One Production, Rəvan bəy, Nahid bəy. Gəzirsiniz maşallah. Amma yəni bunu paylaşmaq olar. Yəni o sənətlə bağlı bir şeydir. Yəni biz orada çəkilişə getmişdik və orada həm istirahət, həm ticarət, həm ziyarətdə gözəl məkanlardır. Paylaşım o qəbul olunandır. Amma yoxsa mənim nə bilim 1 milyon borcum oldu, nə bilim falan yerdə maşınım qəziyə düşdü. Bizim verilişin adı Əsl Show'dur. Biz musiqi istəyirik. Özdə Murad Sadıqdan. Musiqisi gəlsin, musiqisi Sevinç Tağıyevanın, sözləri Şehri Azad xanım, mahnı isə Sevgi Qısası adlanır. Görək hansıdır inşallah.
ikilər Mənim xəyalımda biri görürlər Gerçək olmasının həsrətindəyəm Tək keçir ömrümün günləri mənim Yoxdur qəlb sirdaşım, yoxdur həmdəmim Gizlədib saxlaram qəmi kədəri Qəlbimdən sevincin həsrətindəyəm Tək keçir ömrümün günləri mənim Yoxdur qəlb sirdaşım, yoxdur həmdəmim Gizlədib saxlaram qəmi kədəri Qəlbimdən sevincin həsrətindəyəm Tək keçir ömrümün günləri mənim Yoxdur qəlb sirdaşım, yoxdur həmdəmim Gizlədib saxlaram qəmi kədəri Qəlbimdən sevincin həsrətindəyəm Tək keçir ömrümün günləri mənim Yoxdur qəlb sirdaşım, yoxdur həmdəmim Gizlədib saxlaram qəmi kədəri Qəlbimdən sevincin həsrətindəyəm Yenə geniş düzənlərə Zəhmət ətri yayılsın Həyat vuran diləklərə Bu nəğməmiz tövbə olsun Yenə geniş düzənlərə Zəhmət ətri yayılsın Həyat vuran diləklərə Bu nəğməmiz tövbə olsun Bugün nəfəsli nəğmə Bahar həvəsli nəğmə Ən xoş tövbəmiz olsun Ürəkdən sevərlərə Bugün nəfəsli nəğmə Bahar həvəsli nəğmə Ən xoş tövbəmiz olsun Ürəkdən sevərlərə Arzuların gönçə ömrü Çiçək açılsın Hər könülə, hər ürəyə Bu nəğməmiz tövbə olsun Arzuların gönçə ömrü Çiçək açılsın Hər könülə, hər ürəyə Bu nəğməmiz tövbə olsun Bugün nəfəsli nəğmə Bahar həvəsli nəğmə Ən xoş tövbəmiz olsun Ürəkdən sevərlərə Bugün nəfəsli nəğmə Bahar həvəsli nəğmə Ən xoş tövbəmiz olsun Ürəkdən
sevənlərə Nəfəsli nəğmə, bahar həvəsli nəğmə Ən xoş tövbəmiz olsun ürəkdən sevənlərə Bugün nəfəsli nəğmə, bahar həvəsli nəğmə Ən xoş tövbəmiz olsun ürəkdən sevənlərə Bugün nəfəsli nəğmə, bahar həvəsli nəğmə Ən xoş tövbəmiz olsun ürəkdən sevənlərə Bugün nəfəsli nəğmə, bahar həvəsli nəğmə Ən xoş tövbəmiz olsun ürəkdən sevənlərə Ürəkdən sevənlərə, ürəkdən sevənlərə Bu mahnı da töhfə olsun Asif İsoğlu'nun tamaşaçılarına. Musiqisi Firəngiz Babayevandır, sözləri Baba Vəziroğlu'nun çox gözəl bir mahnıdır. Çox. Çox. İlk ifası Şövkət xanım Ələkbərov olub və kişi müğənnilərdən ilk dəfə mən ifa eləmişəm bunu. Neçənci ildə yazdırmısınız Bunu lentə aldırmışsınız? çoxdan olar, yəni hardasa 20 il bundan əvvəl. Niyə təzə, belə deyim, təzə aranjman elətdiniz? Vallahi bu aranjman var ha. Bunu Rusiyada Rus musiqiçilər vardı. Deyir ki biz belə ritm, hələ də bu cürə ritm yığmaq mümkündür. Bunu aranjman eləyən hələ bunu yaxşısını tapa bilmir, bundan yaxşısını. Çünki aranjmanı çox fərqli bir aranjmandır. Mahnı əvvəl ansambl variantında ifa olunmuşdu. Sevilmirdi. Amma bu variantda başqa bir Çox qəribədir. İndi müasir dövr, süni intellekt filan hər şey var, amma o effekti vermir. Vermir. Yox. Mən deyim gözəl afəti və Murada dedim, təzə aranjman eləmişik yeni variantda. Kimə dinlətdirirəm ki, hələ oxumamışam studiyada. Deyirlər yox, o klassik. Murad da deyir ki, o xoşuma gəlirlər. Çünki birinci aranjman, mənə də həmişə məsləhət görürlər ki, məsələn, sevməsəmələrimi yeniləndir, biraz başqa aranjman elə. Mən məsəl üçün onu fikirləşirəm ki, onu əl vurmaq olmaz, çünki onun tamaşaçı dinləyici onu belə öyrəşib dinləmək. Oturuşma var da, özünün oturuşması, bəli. körrama, çox mahnı var, çox eləyirlər, effekt vermir. Yəni, o uğurlu alınmır, təzələmə hamısı. İlə özü qalsa yaxşıdır. Bəli. Mən bir şey deyəcəm, üzr istəyirəm icazənizlə. Deməli, bir mahnını mən ifa etməmişdən qabaq dedim ki, müəlliflər təbii ki, düz dedim. Musiqisi Sevinç Tağıyevanın və bəstəkarı düz adlı dedim. Həsrətindəyəm mahnı səsləndi bəyək. Bir daha deyirəm ki, musiqisi Sevinç Tağıyevanın, sözləri Leyli Erol. Həsrətindəyəm səslənmişdi. Mən elə bildim sevgi qıssası səslənəcək. İnşallah vaxt olsa o da səslənər. Sevgi qıssası. Sevgi qıssası da Sevinç Tağıyevanındır. Həsrətindəyəm də Sevinç Tağıyevanındır. Amma bəyək belə oldu ki... Bəyək mən sözüm deyə bilmədim. O, Murad çox sağ olsun ki, bax o Azərbaycanın özünə məxsus estradası var, onu qoruyur, saxlayır. Yəni, mən təqdir elədim. Çox sağ ol, Murad. Belə olmalıdır da. İndi estrada müğənniyyəsiyəm deyən müğənnilər var. Vallahi elə şeylər oxuyurlar ki, adam belə qulaq asa bilmir. Amma bax, ürəyim asılırdı. Mən indi başqa janrın ifasısı olsam da estradanı sevirəm. Bax, estrada nümunəsi budur. Yəni, belə mahnılar oxunmalıdır. Kimdir? Sevinç Tağıyeva. Çox gözəl estrada musiqisidir. Yəni, təqdir elədim.
Təbrik edirəm. Sağ ol. Çox sağ ol, çox sağ ol. Bu mahnı yenə də o da elə 10 il, 12 il bundan qabaq yazılsa da, Amma müasirdir. amma yenə. müasirdir deyə Vallahi. və illərdir Ölməz olacaq. sevilir. qalacaq. Həm YouTube-da, həm MP3 formatı kimi insanlar onu flaşkaya köçürdüb dinləyirlər. Belə maşınlarda tez-tez eşidirəm, radiolarda tez-tez eşidirəm. Yəni çox sağ olsunlar ki, Gözəl musiqi. verirlər mahnılarımı, çox sağ olsun. Mən sonda təşəkkür edirəm gəldiyiniz üçün. Çox sağ ol. Mənə Biz görə mükəmməl təşəkkür efir edirik. Biz oldu. təşəkkür edirik ki, dəvət etdiyiniz Minnətdaram. bizi. Bütün kollektivimizə təşəkkür edirik. Bütün rəhbərlik başda olmaqla Minnətdaram. rejissorumuza, operatorlarımıza. Çox şad oldum ki, Muradla bugünkü Axarlı olsun sağ inşallah. ol. Və sevgi qısası səslənir. Bəli. Musiqisi Sevinç Dağıyevanın, sözləri şeiri Azad xanım. Mən də çox şad oldum ki, Asif mənimlə birlikdə bərabər efirdə oldum. Çox sağ olun. Əziz tamaşaçılar, sabah canlı yayımla sizlərin qarşınızda olacaq. Bu günlük isə Muradın gözəl ifası ilə efirimizi yekunlaşdırırıq. Gecəniz xeyrə qalsın. Yox keçə bilmirəm son həyalətini, çətindir əlbət sənə geri dönmək. İçimdə bir his var, o da nifrət, gələcək qisasım, ürəyim səbir et. Qəlbimə yaramaz, sevgidən anlamaz. Qəlbimə yaramaz, sevgidən anlamaz. Sevəcəm birini, qədrimi biləni, yanıma alacam məni üzməyəni. Sənin də adına 2 xət qoyacam, gecikmiş qisas var, alacam, alacam. Sevəcəm birini, qədrimi biləni, yanıma alacam məni üzməyəni. Sənin də adına 2 xət qoyacam, gecikmiş qisas var, alacam, alacam. Yox keçə bilmirəm son həyalətini, çətindir əlbət sənə geri dönmək. İçimdə bir his var, o da nifrət, gələcək qisasım, ürəyim səbir et. Qəlbimə yaramaz, sevgidən anlamaz. Qəlbimə yaramaz, sevgidən anlamaz. Sevəcəm birini, qədrimi biləni, yanıma alacam mən